Dördüncüdə, K inersial hesablama sistemində cisim müəyyən h hündürlüyü ilə 3 saniyə müddətində düşür. Bu cisim K sisteminə nəzərən 10 metr bölü saniyə sürətlə düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemində eyni h hündürlüyündən hansı müddətə düşər? Fikir versəz, K inersial hesablama sistemidir. Qarşıdırıq da hansı ki, deyir ki, bu sistemə nəzərən bərabər sürətlə hərəkət edir. Deməli, elə qarşıdırıq sistemi də inersial hesablama sistemidir. Bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçdikdə bu zaman qüvvə, təcil, zaman, kütlə sabitdir. Fikir versəz, əgər ki, h hündürlüyündən 3 saniyə müddətində düşürsə K inersial hesablama sistemində, qarşıdırıq sistemində də eyni h hündürlüyündən 3 saniyədə düşəcək. Çünki dedik ki, zaman sabitdir. Bunu belə də yadını saxlaya bilərsiniz Fatma sözündən. Baxın, F, A, T, M. Bir dənə də A-nı artıq yazırıq, yəni təcili 2 dəfə qeyd edirik. Buradan yadını saxlaya bilərsiniz ki, Fatma sözünün hərfləri sabitdir. F qüvvət, A təcil, T zaman, M də kütlədir. Deməli, burada ol cavabımız Y bəndi. 5-də də eynisidir. Deyir, cisim sükunətdəki K inersial hesablama sistemində h hündürlüyündən 4 saniyə müddətində sərbəst düşür. K-ya nəzərən 5 metr bölü saniyə sürətlə düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemində cismin həmin hündürlükdən düşmə müddətini hesablayın. Yenə gördüyümüz kimi K inersial hesablama sistemidir və ona nəzərən düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemdə deməli inersial hesablama sistemidir. Bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçdikdə zaman sabitdir. Gördüyümüz kimi h hündürlüyündən 4 saniyə müddətində K inersial hesablama sistemində sərbəst düşürsə, qarşıdırıq sistemində də düşmə müddəti elə 4 saniyəyə bərabər olacaq. Cavabımız oldu C bəndi.